Sözsüz ki, belə hallarda bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək. Əlbəttə, bu faciə ilə bağlı ailələrin dəstəklənməsinə, onlara mənəvi dəstək verilməsinə yönəlmiş bütün sözlər belə hallarda əsas problemi həll etmir. Faciə nəticəsində həlak olmuş insanları həyata qaytarmaq mümkün deyil. Amma bizim borcumuz, bir daha təkrar edirəm, biz sizinlə əvvəldən baş verənlərə obyektiv qiymət vermək və əsl səbəbləri üzə çıxarmaq barədə razılaşmışdıq. Ancaq bu, müəyyən vaxt tələb edir. Qəti nöqtəni qoymaq üçün yəqin ki, hələ biraz vaxt tələb olunacaq. Vladimir Putin qəza ilə bağlı prezident İlham Əliyevə məsələni nəzarətə götürdüyünü bəyan etdi. Rusiya prezidentinin təyyarənin qəzaya uğramasına səbəb olan bir sıra halları açıqlaması, xüsusən də hava hücumundan müdafiə sistemində yaranan texniki nasazlıqları vurğulaması hadisənin adi hava qəzası yox, kənar müdaxilə nəticəsində baş verdiyinin növbəti təsdiqi oldu. Xatırlayırsınızsa, bu faciəli gündə mən Sankt-Peterburqda görüşə uçurdum və mənə məlumat verildikdə təyyarədən dərhal sizə zəng etdim və bir-birimizə başsağlığı verdik. Həmçinin sizdən MDB-nin qeyri-rəsmi sammitində iştirak edən həmkarlarımıza da obyektiv səbəblərdən bu tədbirdə iştirak edə bilməyəcəyimi çatdırmağınızı xahiş etdim. Eyni zamanda, bu vəziyyəti nəzarətdə saxladığınıza görə sizə təşəkkür etmək istərdim. Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq. Həmçinin komandalarımızın üzvləri daim təmasdadırlar. Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o bütün məsələləri obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə məhz bu məsələyə aydınlıq gətirməyi zəruri hesab etdiyiniz üçün sizə bir daha minnətdarlığımı ifadə etmək istərdim. Liderlərin görüşündə məsələ ilə bağlı müsbət irəliləyişin qeydə alınması ədalətin tezliklə bərqərar olacağından xəbər verir. Düşənbədə keçirilən görüşdə Rusiya liderinin açıqlamasını çox təqdirə layiq hesab edirik. Çünki həqiqətən də bugün həmin o Rusiya Azərbaycana qarşı necə konstruktiv yanaşır və Azal təyyarəsinin vurulması ilə bağlı konstruktiv fikirlər səsləndirilir. Bunlar demək ki, həm güclü diplomatiya ilə, güclü siyasətlə, güclü liderlik qabiliyyətləri ilə mümkündür ki, biz problemləri məhz bu kontekstdə həll eləməyi bacardıq böyük qonşularımızla. Prezidentlər səviyyəsində bu məsələ razılaşdırılmış şəkildə danışandan sonra müvafiq qurumlar, istintaqdan məşğul olan qurumlar həm Azərbaycanda, həm Rusiyada, sonra aviasiya məsələlərə rəhbərlik edən şəxslər, onlar kommunikasiyada olacaqlar və fərz edirəm ki, tərəfləri qane edən hansısa bir nəticə əldə edəcək.